Salam dəyərli izləyicilər. Gördüyünüz bax bu lapuqdur. Rusa lapuq gedir, bizim dildə aptırağı. Bunun demək çox böyük faydaları var. İnsan üçün başdan başa bir dənə medisinski bir aptekdir. Və bu nəyə kömək edir? Böbrəkdə daşları əridir, kistaları hamısı ləğv eləyir. Bütün bədəndə nə qədər yerdə kista varsa daxil yoxdur. İstəyir böbrəkdə, istəyir qaraciyərdə, öddə, hamısını bu ləğv eləyir. Dəri xəstələri çox yaxşı kömək eləyir. Podaqara CD turşuğunu götürür, podaqara xəstələri olur, belə barmağında belə şişkin. Və onların hamısını təmiz bu ləğv eləyir. Onkoloji xəstələr üçün bunun inanılmaz faydaları var. Bax, bunun kök hissələri, bax bu hissəsini təmizləyirsiniz, xırda-xırda, bax belə qaşıdınız, təp-təmiz, bax belə ağ. Bunu fayl doğrusu qurudursunuz, paraşok kimi lif çəkirsiniz, qışa hazırlayırsınız. Amma yayda bunu belə bu halda xırda doğrayıb, soxun çəkib içirsiniz, demək. Bunu içilir, bax bu zox hissələr, bax bunların bu hissələri çəkilir ət maşından, bundan çıxır sox. Həmən soxu demək, içilir səhər, axşam, günorta. Yeməkdən əvvəl içilir gündə 3 dəfə. Bax, yenə qonaq, sorusu nətər içilir istifadə qaydası? 3 dəfə səhər, günorta, axşam, yeməkdən əvvəl içilir. Yenə deyirəm, bu götürür, qadınlarda süd vəzində olan bütün kistaları götürür. Qadınlarda, qadın xəstəliyinə çox yaxşı kömək eləyir. Bundan başqa, yəni kişilərdə prostat üçün çox gözəl kömək eləyir. Böyrəyin daşlarını əridir. Onkoloji xəstələr üçün inanılmaz faydaları var. Sağ olun, var olun. Demək, mənim səhifədə nömrəm var, xahiş edirəm. Mən telefonda zənginiz çatmır, mən nömrə götürürəm, məndə vaxtı yoxdur. Kimlə əlaqə saxlamasam, WhatsApp-la əlaqə saxlayın. Mən istədiyiniz məlumatları sizə vereyim. Pulsuz, parasız, yəni mən kömək edirəm, Allah canını sağ eləsin. Bunu da yəni, yenə deyirəm, hazır edirəm mən qışa özümüzə, öz ailəmə bu lazımdır. Bu çox gözəl məhsuldur. Sağ olun, var olun.